Ata, indi nə edirsən? 2-dən 26 şapaların hazırlanmasını və servisini gəl çəkə olur. Başla. İkinci ətlərimizi döyürük yaxşıca. Sonrasında qarçıqalarımızı doğrayırıq. Əsas məsələ daşımızı yandırmaqdır. Həmişə olduğu kimi daşımızı quruq yağını yaxşıca yağlayırıq. Birinci qarçıqaları döyüb daşın üstünə, çünki gec pişir qarçıqalar. Qonaq sayılığına uyğun olaraq hər bir sifarişin qabına göbələkləri də yığırıq içməyə. Hər sifarişdə olduğu kimi o pomidorlarını da yığırıq, adam sayına görə araya yarım pomidor, yəni bir pomidor qoyuruq. Ətləri duzladıq, indi qoyuruq daşa. Bu da qara çörəkləri. İndi isə daşı üstünə qoyuruq bişməyə. Əlavə də qarçıqa və badımcanı yağda, quruq yağda pişiririk ki, və istəyən bundan istəsin. Bunlar hamısı servisdə daxildir, yəni həmən şapaların servisində daxildir. Bizim 26 şapalaqlar və servis qaydasının özünə turşudur.